Mütəxəssislər dondurulmuş ətin təhlükəsiz şəkildə saxlanması ilə bağlı vacib məqamları açıqlayıb. Sferas xəbər verir ki, onların sözlərinə görə ət məhsullarını düzgün dondurmaq, qida zəhərlənməsinin qarşısını almaq və qidanın keyfiyyətini qorumaq üçün əsasdır. Mal əti və qoyun əti təxminən 6-12 ay ərzində keyfiyyətini itirmədən saxlanıla bilər. Toyuq və digər quş əti 6 ay müddətində təhlükəsizdir. Doğranmış və ya üyüdülmüş ət keyfiyyətini qorumaq üçün 3-4 ay ərzində istehlak olunmalıdır. Balıq və dəniz məhsulları 3-6 ay ərzində dondurulması tövsiyə edilir. Mütəxəssislər bildirir ki, ətin dondurucuya yerləşdirilməzdən əvvəl təmizlənməsi və hava keçirməyən paketlərdə saxlanması vacibdir. Dondurulmuş ətin əriyib yenidən dondurulması qida təhlükəsizliyinin risk altına alır. İstifadəçilər həmçinin dondurucuda temperaturun 18 dərəcə və ya daha aşağı səviyyədə saxlanmasının vacibliyini unutmamalıdır.